Donuz əti təklif edən kafe və restoran sahibləri müştərilərin azalmasından şikayətlənirlər. Onların sözlərinə görə ötən illərə nisbətən tələb yarı-bayarı azalıb. Müştərilər əvvəlki kimi deyil. Misal üçün dünən heç kim yox idi, amma bugün var. 40 ildir mövsüm işləyirəm, qışda pişiririk, yayda isə qış üçün azuqə toplayırıq. Tikə və döymə şəklində ev üsulu pişiririk. Bizdə burada vaxt var idi, gündə 40 kilo da gedirdi, 50 kilo da gedirdi, 100 kilo da gedirdi. İndi pisatsa indi gedir artıq 20 kilo, 30 kilo belə gündəlik. Kilosunu 8 manat alırıq, 8.50 alırıq, 9-a da. Yəni hər qiymətdə, yəni belə sezon olanda, yəni qış ayları olanda yəni qiyməti baxılır. Bir donuzdan orta hesabla ilə 2 ton yarım ət əldə etmək mümkündür. Donuzçuluq heyvandarlığın ən gəlirli sahələrindən hesab edilir. Donuzlar 3 ay 25 gündən bir 9-10 arası bala verir. Həmin balalar bir ay ərzində xüsusi şəraitdə, xüsusi bəslənmə ilə saxlandıqdan sonra bir aydan sonra digər donuzların yanına buraxılır. 2 il müddətində bir baş donuzdan, ana donuzdan orta hesabla 5 dəfə doğum almaq mümkündür. İqtisadi səmərənin ən əsası onun yediyi yemi məhsula çevirmə qabiliyyətinin yüksək olmasıdır. Dünyanın hər yerində, məsələn, dövlətlərin əksəriyyətində orta hesabla adam başına il ərzində 15-20 kiloqram ət düşür. Amma Azərbaycanda bu dəqiqə adam başına 0,5 kiloqram donuz ət düşmüş. Bu dini baxımdan deyək ki, və yaxud da ki, ənəvi xüsusiyyətlərlə əlaqəli olaraq Azərbaycanda bu donuzçuluq son zamanlar yəni inkişaf etmir. Amma biz fermerlər və yaxud da ki, sahibkarlar donuzçuluğu inkişaf etdirib, o ət istehsalını xaricə sala bilər, yəni burada valyuta gəri əldə etmək mümkündür. Xarici bazarlara çıxmaq istəyən təsərrüfat sahibləri əsasən düyə və erkəklərə üstünlük verildiyini deyirlər. 35 kiloluq donuzumuz bizim gəlir 150 manata, 160 manata. Baxın onun təmiz ətinə, qəşəng ətinə. Salal olanda yaxşı qiymətdə gedir. Salası az olanda indi biraz şəraitimiz yaxşı deyil deyən, yaxşı firmalarımızı qorumamışıq deyən, ona görə biraz təzəyik, vermirik. Ona görə ki, donuzlarımız xırdadır. İndi haradasa bir 130-120 başımız var. Yəni ki, buranı artırarıq, 200 yox, 150 yox, 1000-ə kimi çatdıra bilərik. Təsərrüfatlarının rəsmi qeydiyyatdan keçməməsi bu istiqamətdə fermerlər üçün çətinlik yaradır. Yəni donuzçuluğun inkişaf etdirilməsi üçün fermerlər və sahibkarlar, yəni dövlət tərəfindən qeydiyyatda olması o təsərrüfatın özünə gəlir gətirir. Nədir? Birinci, bu subsidiyanın alınması, sonra həmin dövlət tərəfindən baytarlıq tibbi nöqteyə nəzərdən o peyvəndlərin aparılması pulsuz həyata keçirilir. Və bu da ən çox o, yəni körpə vaxtı paratiflərdir, vərəm kimi xəstəliklərdir, donuzluqda var. Gəncə və Göygöl baytarlıq idarələri isə nəinki fermerlərə yardım etmək üçün planlar qurur, hətta ərazilərində ümumiyyətlə donuzçuluq təsərrüfatlarının olmadığını deyirlər. Donuzların peyvənd edilməsini isə qeyri-rəsmi təsərrüfatlar özləri həyata keçirir.